Salam əziz tamaşaçılar. Bugün yeni bir verilişe başlayırıq. Verilişimizin mövzusu... Salam. Verilişimizdə qonaqlarımız var və indən belki bütün bölümlərdə bizlə olacaq bu qonaqlar, düzdürmü? Bəli, tez. Baba gəlin tərlənəmə. Gözlə, istəmir, gözlə. İndi gəlin bir-bir, yaxşı amma bir-birimizə qulaq asaq. Yaxşı. Bir-bir. Elə sözlər demə, yaxşı, balam. Elə sözlər. Tərlənəm, mən söymürəm, görürsən. Düzdür, söymə, aysa ağıllısan. Sən söyüşsə, bax, diləndiyen qoyan qulağını çəkeyim, bax, gördün, olmaz, söymə. Tərlənəmə, papağını yaxşı da, gəl taxmadan. Qoy taxım, sən biraz emosiyalarını daha yaxşı idarə elə, yaxşı. Gəl, mənə tanış olaq. İndi sən özünü təqdim elə görüm. Mənim adım Dumbi. Dumbidir, hə. Dumbidir. Neçə yaşın var? Olur, ay tərlənəmi. Dumbi nədir? Mənim adım Dumbidir. Sən nə işmə qal? Mən Dumbi. Yaxşı. Eybi yox. Dumbi, sən 18 yaşın var demədim. Davay əskərliyə bilet. Hə, məktəbə gedirsən? Məktəbi qurtardım keçən il. Hə, universitetə gedirsən? Universitetə gedirəm. Hə. Hansı universitet? Ya, gözləyim. Azərbaycan Kuklalar Universiteti. Nədə baxarsınız? Yenə baxalım. Eybi yox, qoy belə qal. Yaxşı, saçın da qəşəng rənglidir. Hə, dostum, sənin adın nədir? Mənim adım Mürsəldir, tərlənəmi. Mürsəl. Neçə yaşın var? Tərlənəmə, onun adı Mürsəl deyil. Yox, sən gözlə. Yaxşı. Hə, Mürsəl, neçə yaşın var Mürsəl? 32. 30. Demə ola. Bu nədir? Mürsəl nədir? Hə, Mürsəl, məktəbə gedirsən Mürsəl? Mən məktəbə gedirəm. Neçənci sinifə gedirsən? 9-cu sinifə gedirəm hal-hazırda. 9-cu sinifə, əla. İndi yenə keçək o birisi dostumuza. Sən vəbşi kimsən burada? Gəlmisən. Niyə? Mən deyirsən? Tərlənəmə bir dənə şey soruşum da. Sor. O rəngi nə elədir? Gözlə, yox, bir dəqiqə. Bir-birimizin rənglərinə hörmət etməliyik. Bir-birimizin rənglərinə Nə var hörmət ki etməliyik. rəngimdə? Düz deyil, heç nə Nə yox. var ki rəngimdə? Yox, sakit deyən dostum. Çox qarışıq. Yox, elə şeylər demədi. Yox, elə şeylər heç nə demədi. Heç nə demədi. Hə. İlk Hə. Sən demə adın nədir? Semcin. Semicenk yox da, nə idi adın? Bayaq demişdi axı. Bambi. Bambi yox axı, bayaq nə demişdi? Tərlənəm yalan deyir, Semcik müğənni gözlə elə bil ki müğənnidir. Qulaq asırsan sən elə şeylərə. Mən düzdür yaşım çatmır amma qulaq asıram evdə Baş qoşuluram. sal, utan. Ay, sağ ol. İndi elə qal biraz. Sən indi öz Sən də özünü təqdim elə. Adın nədir sənin? Dedim nə? Semcik. Demədin axı Ronaldinho baxırsan. Yox, qışqırma axı, səsini qaldırma. Gözlə, orada dayan. Eybi, başını qaldır amma ağzını açma hələ, yaxşı? Hə, yaxşı. Tərlənəmə. Ya, elə şeylər Elə demə. bilmək şeydir. Elə şeylər Tərlənəmi, demə. sən söyüş bilirsən. Yox, mən söyüş bilmirəm. Söyüş çünki pis şeydir. Hə. Söyüş Tamam, sevmirəm. yalansa sənin ağzına ellər. Nə dedim, ellər. Tərlənəmə, o rəngi də pisdir, ağzı da pisdir. Bu nə belə danışır? Elə şeylər demə. Uşaqlar, Hə. axı biz hələ giriş eləməmişik. Qoyun tərlənəmi girişini eləsin də. Ay, sağ ol. Görsən bax 32 yaşı var. Sıra bilinir ki, yaşı var. Girən niyə girsən orada? Yo, sakit. Zərbəsiz ha, Dumbi, girəni niyə gəlsin? Yo. Elə sözlər deməyin, elə sözlər deməyin. Narahat olma, sən düzünü eləyirsən, yaxşı? Nə Mürsəl. oldu tərlənəmi? Əla. Deməli, bugün verilişimizdə nə danışacağıq? Uşaqlar bizim üçün maraqlı xəbərlər gətiriblər. Bu uşaqlar bizim gələcəyimizdir. Əla. Atalar sözləri bilirsiniz? Bilirəm. Hə, Mürsəl, sən denə görüm hələ atalar sözü. Tərlənəmi, mənim ağlımda belə bir şey var. Aha, Deyirlər ki, tələsən təndirə düşər. aha. Sonra da deyirlər ki, bugünün işini sabaha buraxma. Biz neyniyək? O işdən işə dəyişir. Hə, Hə, ona görə sən çalış, tələsmə. hə, yaxşı. Tərlənəmə, sən bastın elə bir biraz. Yox, elə sözlər deməyin. Niyə nəsə soruşuruq? Düz deyil, hə, Sən düz deyil. kimsən? Yox, elə şeylər Tərlənəmə, deməyin. mən də atalar sözü bir deyil. Denən. Astıran götə tərlənəmə. Elə sözlər deməyin. Bunu məktəbdə öyrədiblər. Məktəbdə uşaqlar deyir. Elə şeylər məktəbdə elə şeylər öyrənməyin. Məktəbdə elə şeylər öyrənmək olmaz. Məktəb. Bir dənə var, deyim. Yaxşıdırsa denə. Astırmasan heç. Olma bax. Ya, elə sözlər deməyin axı. Ayıb olsun. Həqiqətən ayıb olsun dostlar. Hə, dostlar. Tanış olduq. Bir-birimizlə tanış oldunuz siz? Oldu. Bəli, Əla. İndi gəlin. Mürsəl, Aha.
Sən Dumbi. Sən də Ronaldinho, Bu da hə? qara bir şeydir də. Eybi yox. Bu günlük Ronaldinho. Yaxşı? Yaxşı. Ronaldinho. Adını dəyişə biləcək sonra. Eybi yox. Qoy bu günlük Ronaldinho olsun. Yox da, yo. O rənginə görə vermişsən. Yo, elə şeylər demə. Elə şeylər deməyin. Yo, sakitləşin. Gözləyin indi dostlar. İndi mən gəlin nağıl oxuyum sizə. Ha, sağ ol. Deməli biri var imiş, biri yox imiş. Bir tülkü var imiş. Bir gün bu tülkü içində su olan bir quyuya düşür. Elə həmin vaxt bu quyunun yanından bir keçi keçərkən suyur və quyunun içinə baxır. Nə edir? Suyur Bir də və deyəm. Hə. Tamam müəllim. Müəllim. Yox, eybi yox. Mürsəl, narahat olma deməm. Haycan. Yo, elə vurmayın bir-birinizə. Solundakına denə atsın içinə də. Yaxşı. Udmur. Ronaldinho zarafatsız biraz ud da. Yaxşı. Yox, mən o birisini deyirdim. Hə, düz deyir, sən də ud. Hə. Nəyi? Qulaq da dostlar, qulaq nağılı danışın. Mürsəl, ağıllı bala, Mürsəl. Sən qoşulmadı pis uşaqlara. Sağ ol. Müəllim yox, əmi. Mən onlar fesiyə gedim çünki məndə dur deyil. Yo, elə şeylər demə. Bax, durdum. Yo, olmaz. Yo. Ya sən daha tərbiyəsiz uşaq oldun. Tərbiyəsiz. Yo, elə şeylər deməyin. Qaralar belə olur da. Yo, elə iriksi şeylər demə. Yaxşı Mürsəl. Yaxşı. Diyanın nağıl danışın, Diyanın. Görmürsən? Gözləyin nağıl danışıram. Tündür. Sakit. Əsəbləşdim. Diyanın. Əsəbləşdim ha. Hamı sakit dursun. Sakit dur. Yanından elə həmin vaxt bu quyunun yanından bir keçi keçir və içində tülkünü görür. Ondan soruşur ki, Hə. bu su içməlidir, içə bilərəm bu sudan. O da deyir bonaqvadı. Bunu içmək olar. Buydum. Hə, tülkü suyu çox tərifləyərək, hə, əlbəttə içməlidir. En aşağı, dayanma, orada. En aşağı düzdür, xidmət elə. Elə deməyin də dostlar, elə deməyin axı. Hə. Keçi çox susuz olduğundan onun sözlərinə aldanıb heç düşünmədən aşağı enir. Susuzluğunu yatırandan sonra ağlı başına gəlir və tülküyə vay, bəs indi biz bu dərin quyudan necə çıxacağıq deyə soruşur. Gecə çıxacaq. Elə deməyin. Frikolajdır. Elə deməyin də. Tülkü də sən heç narahat olma. Mən ikimiz də buradan çıxarmağın yolunu bilirəm. Sən indi düz dayan, ön ayaqlarını divara sökə. Ayaqlar. Yəni ki, domba. Müəllim bəsdə tərbiyəsiz şeylər. Deyir ki, sən indi burada düz dayan, ön ayaqlarını divara sökə və buynuzlarını yuxarı qaldır. Nəyə qaldır? Mən isə dırmanaraq çıxım, sonra da səni yuxarı çəkib çıxardım. Keçi də bu fikri bəyənir və razı olur. Tülkü keçinin ayaqlarından çiyinlərindən buynuzlarına sıçrayaraq quyunun ağzına çatır və oradan dərhal uzaqlaşır. Keçi, ey, hara gedirsən? Bəs mən niyə çıxarmadım? Belə razılaşmamışdıq axı, deyir. O da deyir ki, aş. Yo. Tülkü isə onun sözlərini eşidib arxaya çönür və deyir. Sənin çənəndəki saqqal qədər ağlın olsaydı, Məndən başqa. bu quyudan necə çıxacağını düşünmədən heç ora düşərdin və beləcə keçi anladı ki, sonunu düşünmədən heç bir hərəkət deyir ki, sonunu düşünmədən heç bir hərəkət etmək olmaz. İndi bu nağıldan hansı dərsə çıxartdıq dostlar? Müəllim yox, əmin. Tərlan əmi, mən bir dənə veriliş izləmişdim. Antaklosko deyə bir verilişdir. 4 dənə vərəndə söhbət edir. Üzr istəyirəm. Orada deyirdilər ki, həmişə tülkü zor heyvandır. Düz deyir. Amma mən bu nağıldan sonra gördüm ki, tülkü yəni yaxşı heyvan deyil də. Tərlan müəllim, məndə də məktəbdə demişlər ki, tülkü hiyləgərdir. Yox dostlar, bütün tülkülər hiyləgər deyil. Bəzi tülkülər hiyləgərdir, bəzi tülkülər isə yaxşı tülkülərdir. Hər kəsin yaxşısı da var, pisi də var. Zootopiyaya Yaxşıya da qurban olam, pisə də qurban olam. Zootopiyaya baxmısınız? Yox. Oradakı tülkü yaxşı tülküdür. Birinciyə baxmışam mən. Hə, oradakı tülkü yaxşı tülküdür. Haycan, buyur. Buraxım bu. Yo. Yox, nə dedim mən? Yo, elə sözlər demə. Buraxım bu. Yo. Gözlə, sakit dur. Ay, belə deyən.
Danışmağa çalış. Hə, nə edirsən? Mənə çatmadı, o rəngi nerədir? Çox sağ ol, çox sağ ol. Hə, İsmail, İsmail nə demək üzr istəyirəm. Adın nə idi? Dumbi. Dumbi. Bəzi insanların biraz yuxarı otur, hə. Bəzi insanların rəngi ağ olur, bəzi insanların rəngi qara olur. Tünd olur, tünd. Tünd olur. Bu tündür. Hə, eybi yoxdur. O heç bir Bu problem elə deyil. qazda yaxşı. çox qalıb. Yo, elə Bir şey deyin. deyim. De. Bu da tündür. Ya, elə sözlər demin. Sənə açqın çıxdı bax, düz deyim. Hə. Bəs sizin bildiyiniz başqa nağıllar var? Mən də tərbiyəsizdir, ona görə demirəm. Yox, onda demə. Onda demə. Ağıldan nə başa düşməliyim? Həyat yox. İndi Sonra sən də oxuduğumuz- danışırsan belə. Orada dedi ki, axını düşünmədən gərək heç bir hərəkət eləməyəsən. Məsələn, elə bil ki siz tutalım ki, evdən çıxırsınız. Hə. Elə bir gedirsiniz harasa gəzməyə. Hə. Və ey. Yo, bir-birinizə təmas eləməyin. Yox. Mənə bax, hə. Otur yerində. Mən də ora keçim. Sakit yan. Başını aşağı. Ora keçimdə nə olur? Bir də eləməyəcək. Yaxşı. Öp də məni. Yaxşı. Hoppa. Mən də ora keçimdə nə olur? Mən də sıxılıram axı burada. Yo. Düz deyəm. Burada düz deyəm. Belə bax. Tamam. Düz narahat olma. Sən başı aşağı sal. Axı, Başı aşağı sal dedim sənə. axı Tərbiyəsiz. necə öpdün? Tərbiyəsiz. Necə öpdün? Dur de. Yox, tərbiyəsiz. Tərbiyəsizlik eləmə. Mən də ora keçim. Yox. Hə, belə dostlar. Bugünlük nağılımız bu qədər idi. İndi gəlin danışaq ki, sizcə verişimizin adı nə olsun? Ağlıma heç nə gəlmir. Bumbi idi. Nə idi sənin adın? Dumbi. Mən də ağlıma heç nə gəlmir. Sağ. Dumbi, elə-belə ağlıma nə gəlir? Hətta olsun veriliş. Veriliş. Hə, Dumbi, sən heç yaradıcı deyilsən, Dumbi. Yaxşı. Qorxdum. Yaxşı, bunların Mən üstünə yeni dedim ki. gələn dəfə sənə maraqlı tapşırıqlar verərik, onu edərsən. Gələn dəfə. Yaxşı. Hə. Gələn dəfə valideynlə gəl. Yo, elə yox. Narahat olma. Mən səni çox istəyirəm. Yaxşı, Dumbi. Yaxşı. Desən öpüm. Yo, ağzından yox. Yanağı gətir. Nə olar ki burada? Yo, olmaz. Tərbiyəsiz eləmə də, tərbiyəsiz eləmə. Tamam, dur deyirəm. Yo. Hə. Ronaldinho, səncə nə olsun? Elə də. Bilmirəm. Bilmirsən? Hox pox. Hox pox. Mürsəl, bəs səncə nə olsun? Mən bilmirəm. Bəlkə şey olsun, başı. Yo. Belə bir şey olsun. Tərlan əmi ilə Dosilə. nələrsə axşamlar və ya Tərlan əmi ilə Nağıllar verilişi. nağıllar. verilişi. Gün Ya da gəlin aydın. biz soruşaq izləyicilərimizdən ki, sizcə bu verilişin adı nə olsun? Hə. Nə istəyirlərsə yazarlar rəylərə. Biz ona uyğun ən maraqlı adın sahibinə heç nə verməyəcəyik. Bəli. Hə, indi sağollaşaq. Əvvəlcə əl çalın. Şap. Necə əl çalırlar Mürsəl? Ay, sağ ol. Ağıllısan sən Mürsəl. Sən bu verilişin ağıllı balasan. Nəmi? Ay, sağ ol. Belə də Haycan. şap. Yo. Mürsəl, pozulma da sən ona bax pozulma. Yaxşı, gəl sən öpün Mürsəl. Dur. Hə. Deməli, indi sağ olun deyək, qutaraq. Olar? Olar. Hə. Sağ olun. Sağ ol. Sağ olun.